Bəli, təbiət oyanır, torpaq nəfəs alır. Ulu babalarımızdan bizə miras qalan bu əziz bayram yeniliyin, sağlığın və birliyin rəmzidir. Bahar bayramımız mübarək. Mən su çərşənbəsiyəm. Mən gəldim. Temizlənsin, ruzu aydınlıqla gəlsin. Su kimi aydın olun. Mən gəldim ki, daxili qaranlıqlar yox olsun, ocağınız həmişə gül olsun. Mən yer çərşənbəsiyəm. Mən gəldim ki, bahar tətilini hər yana yayılır. Qoy bu yer ağacları oyansın, muştuluq gətirsin. Bizlərə ancaq xoş xəbərlərlə gəlsin. Bahar çərşənbəsi. Bol olsun. Sizlərlə qiyamətlə də olsun. Avruz olar, bəs çosa və keçən olmaz. Onlar gəlməsə, meyran yürüsən, uşaqları ucuz. Canlarımız bir yerdə çalınır, qoy şənlik başlasın. Buyurun, çosa və keçən, meyran sizindir. Cibindəki qoz fındığını təşiyəcəyəm. Yalan çoxsa
Yurdumun nurlu yolları. Mən uzaq dağların arxasından günəş şalvarına sürüb gəlmişəm. Gəlişimdə buzər, çaylar nəğmə deyil, torpaq yuxudan oyanır. Əlindəki bu səməni sadəcə bir düzəlti deyil, ümiddir, ruzidir, bərəkətdir. Mən baharam, naxış-naxış gəlmişəm. Göyçəmənə şək düşəndə gəlmişəm. Əlindəki səmənidir, can verir. Hər ürəyə şirin-şirin səs verir. Arzularım səməni tək boyatsın. Hər evə sevinç, bərəkət satsın. Bayramınız mübarək. Su bende. Arpanımız deramanız, tezliyle koylasın. Arpanımız deramanız, tezliyle koylasın. Serdeten ben olam, yerleri ben olam. Serdeten ben olam, yerleri ben olam. Baba! Baba! Yediren gelersen, bile bile yalnızsan, bile bile Deyirlər ki, elə bu vaxtda yerlə qoyun qapıları açılar, tutulan saxlayanlar qəbul olunur. Kimisi qapı tutar, kimisi duzlu fətirlər, kimisi də suyun dibində bəhtdən axır. Gəl sürətli sərgislərdə fallar verirlər. Bəlkə bu cür müəlliməsinin də bəxtinə ən gözü vardır. Buyurun qızlar, fallarınızı göstərin. Gənc qapı qusunda, ürəyində yaxşı niyyət, o sanki eşitdir, bir söz xoş olsun. Əgər qonşudan işığı yandır və ya gəl otur sözünü eşitsən, deməli işləyə rast gətirdir. Üzük alır. Bir stəkan suya saz telinlə bağlanmış üzüyü salırıq. Üzük stəkanın divarlarına neçə dövəcəksə, o qədər vaxtdan sonra arzun çin olacaq deyirlər. Yumurta falında isə yatmadan öncə rəngli yumurtalarımızı yastığın altına qoyuruq. Görək sabah kiminiz güləcək. Thank you.
Uşaqlar, bilirsiniz ki, Azərbaycan böyük bir ailədir. Bu ailədə hər kəsin adət-ənənəsi yaşamını daha da gözəlləşdirir. Görək hətta bölgələrdə bu bayram Bölgəsindənəm. Cənuba Novruz sürəsinin şahı Ləvənci və Balıqdır. Onlar çərşənbə axşamı ən çox xaçı tutmağa önəm verirlər və cənublar mütləq 7 növ ərzaq olmalıdır. Səməni su hərfi ilə başlayan, səməni, süd, sirkə, sarımsaq və s. olmalıdır. Mən Qəbələdənəm. Qəbələnin üst kəndində yaşayan mütlər Novruzu böyük kanallarla qeyd edirlər. Onlar hər bayram mütləq onun bal və yardan hazırlanan xaşıl yeyirlər ki, il boyu canlar sağlam olur. Mən Şimal bölgəsindənəm. Şimal bölgəsində Novruza bir bayramı və ya yaran deyirlər. Gənclər müddət dərslik oynayır və hər kəs bir-birindən xüsusi hazırlanmış kəsmişi göyatırıb tablar təşkil edir. Mən sizin nəzci dilimdə Novruz bayramınızı təbrik edəcəm. Novruz mübarək. Mən sizi tanışdığımda təbrik edirəm. Novruz şərf. Bahar gəlir,
bir adım sözünüzü öderim. Geçerim ama yok sanatım, uzun var bir adım sözünüzü öderim. Bahar gelip yurduma, alkışla. Nur çileği torpağına, alkışla. Senerini bezenmiş, alkışla. İsmet yürüsün, alkışla. Küsürlüler barışsın. Alkışla. Küsürler Alkışla. Novruz gelir, yaz gelir. Alkışla. Ördek gelir, kaz gelir. Alkışla. Bizim şenlaştı abimize. Nəğmə gəlir, saz gəlir. Baharın ətri gəlir. Süfrəniz bəxti gəlir. Süfrəniz ruzid olsun. Xoşbəxtlik vaxtı gəlsin. Biz gəlmişik bu mərhələdən. Söz qalmışıq bu zəhadən. Novruz gəlir və yollaşma. Sevinç dolsun hər bir yola. Balta tutma yerindədir. Balta fida yerindədir. Biz qeyrətli olmalılar. Hər vaxt meydan yerindədir. Baba artıq pay gətirir. Az sanışa pay gətirir. Hər altına bir gəldi. Evlə bir ay gətirdi. Bayram gəlib şadlıq olsun. Gələr bizdən uzaq olsun. Döşlərimiz və vətənimiz həmişə bərəkətli olsun. Alkışla, alkışla. Bahar geldi.
demək üçün məktəbimizin əziz rektoru Elnarə xanımı dinləyək. Buyurun, bu şahsınızı eşitmək. Söz verdiyinizə görə sizə dərin təşəkkürümü bildirirəm. Belə gözəl tədbirə dəvət etdiyinizə görə Gülnur xanıma, 5D sinfinin valideynlərinə və əziz körpələr sizə, hər birinizə dərin təşəkkürümü bildirirəm. Bugün siz körpə canınızla bizə gözəl bir sevinç yaşatdınız. Bugün biz məktəbimizdə 3 bayramı qeyd edirik. Bu bayramları sayım sizə. 3-cü bayram hamınıza daha maraqlı olacaq. Sabah inşallah ölkəmiz İlaxır çərşənbəsini qeyd edəcək. Novruz bayramımızdır. İrəlidə biz Novruzumuzu qeyd edəcəyik. Sizləri, valideynlərinizi, bütün 194 ailəsini Novruz bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Sonra ikinci bayramımız əziz uşaqlar, qarşıda Ramazan bayramıdır. Sizin də hər birinizin Ramazan bayramını səmimi qəlbdən təbrik edirəm. Allah Taala tutulan oruçları, edilən duaları hər birini qəbul eləsin. Üçüncü bayramımız daha maraqlıdır. Dünən bizim 11-ci sinif şagirdlərimiz imtahan veriblər. İlk imtahanlarını veriblər. İlk həyat imtahanlarını veriblər. Və məktəbimizin şagirdlərinin çox yüksək nəticələri var. Bu münasibətlə də həmin şagirdlər üzərində əməyi olan bu möhtəşəm kollektivin və onların valideynlərinin hər birinin bayramını təbrik edirəm. Bu bizim üçün hər iki bayramdır. Əziz valideynlər, dəyərli valideynlər, bizim gözəl müəllimlərimiz, bu uşaqların üzərində sizin zəhmətiniz böyükdür, danılmazdır. O valideyn müəllim üçbucağı deyirik. Valideyn yerində olmayanda üçbucağın bir tərəfi olmur. Yenə də uşaqlar aksıyır. Məktəb olaraq biz yerimizdə olmayanda yenə də uşaqlar aksıyır. Üçbucağın o biri tərəfi olmur. Ona görə bu balalarımızın üçbucağın hər iki tərəfinin tam olmasını arzulayıram. Birliyiniz bir olsun.
Biz bu uşaqları sağlam böyüdək, yaxşı oxusunlar. Bax, onlar körpə uşaqdılar, 5-ci sinif şagirdidirlər. Görürsünüz, necə gözəl çıxışlar etdilər, gözəl oynadılar, gözəl oxudular, gözəl bizə istirahət bəxş etdilər. Sizin adınızdan, öz adımdan, onların hər birinə dərin təşəkkürümü bildirirəm. Siz çox gözəl çıxış elədiniz, gözəl rəqs etdiniz, gözəl mahnı oxudunuz. Bax, gözəl o haxşlarınız var idi, ha, mən lap bayıldım. Doğrudan, tam səmimi deyirəm, bizim aparıcılarımız, ay gözəl valideynlər, əziz müəllimlər, onlar diktor deyil. Sadəcə, görün necə möhtəşəm çıxış elədilər. Bizə doğrudan bayram havası yaşatdılar, bizə bayram yaşatdılar. Əzizlərim, hər birimizə uğurlar arzulayıram. Bayramlarımızın xoş olmasını arzulayıram. Bu gözəl övladlarımızın xoşbəxt yaşamasını arzulayıram. Gözəl məktəbimiz üçün, gözəl ab-hava üçün, gözəl həyat üçün, bütün bunları bizə bəxş edən Müzəffər Ali Başkomandana sizin adınızdan, öz adımdan, ictimaiyyət adından dərin təşəkkürümü bildirirəm. Milli liderimiz Heydər Əliyev uşaqları çox sevirdi və Novruz bayramını daha çox sevirdi. Həmişə Novruz bayramı yadınızdadırsa, Heydər Əliyev uşaqlarla birlikdə keçirməyi çox sevirdi və ekranlardan yəqin ki, balalarımız görmüşsünüz Milli Parkda Heydər Əliyevin, ümumilli liderin uşaqlarla necə də birlikdə olmağın, Novruz bayramı necə qeyd etməyi görmüşsünüzmü? Allahdan ulu öndərimizə çox sağ olun deyilik və rəhmət diləyirik. Necə deyərlər, sükanı belə saxlayaq, yaxşı oxuyaq müəllimlərimizi və valideynlərimizi incitməyək. Həmişə əhval-ruhiyyəmiz xoş olsun, həmişə əhval-ruhiyyəmiz bayram ab-havasında olsun.